Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hörmətli tələbələrimiz, inşallah biz bu bəhsimizdə lövhədə gördüyünüz 4 bəhsdən bəhs edəcəyik. Sukun bəhsi, təşdid bəhsi, məd bəhsi və kiçik əlif bəhsi. Bunlar lazımlı bir məsələlərdir, işarələrdir ki, hərflərin üzərində qoyulur və bunları bilməyimiz çox gərəkli məsələlərdir. Birinci biz sukundan başlayaq. Sukun nə deməkdir? Sukun sakin olmaq, hərfi olduğu kimi tələffüz etməkdən ibarətdir. Biz misal olaraq sukuna sukun işarəsi həmişə işarəli, yəni fəthəli ya kəsrəli ya damməli işarədən sonra gəlir. Çünki ərəb dilində sukun əvvəldə gəlmir. Məsələn, misal olaraq əgər nun hərfinin üzərində sakin işarəsi varsa, bu iki cür yazılır. Bu formada yazıla bilir, bu formada yazıla bilir. Sakin işarəsi varsa, həmin bu nun hərfi olduğu kimi. Məsələn, ən. İkinci misalımız min. Mi, əgər nun işarəsi qoysaq burada, olacaq min. Üçüncü misalımız qul. Ləm hərfinin üzərində sakin, bütün hərflərin üzərində qoyularsa, hərf olduğu kimi tələffüz olunacaq. Oldu qul. Təşdid nəyə deyilir? Təşdid əlbəttə özü sakindən doğan bir məsələdir. Təşdid iki hərfin birləşməsindən meydana gəlir və o hərf sıxılır. Quran-ı Kərimdə çətinliyi aradan qaldırmaq üçün bu təşdid o hərfin üzərində qoyulur. Yəni, hərfin təkrarın aradan qaldıran bir məsələyə, işarəyə təşdid deyilir. Təşdid şiddətli oxumağa da deyilir. Misal olaraq, məsələn, nə, biz bunu biraz geniş yazsaq, daha sizə rahat olar. Məsələn, nə. Biz bu iki nunu cəmləşdirib, əvəzinə nə qoyacaq burada? Nunun üzərində təşdid qoyulacaq. Olacaq ənnə. Əmmə. Bunu birləşik yazdım burada. Əmmə. Olacaq əmmə. Mimin birin götürürük. Yerində nə qalır? Yerində qoyuruq təşdidi və üzərində qoyuruq. Çox asan və rahat bir bəhsdən ibarətdir. Bir bütöv misal yazıram bura. Yuhaddisu. Dəl burada 2 ədəd idi. Bunun birini götürdük, yerinə təşdid qoyduq. Oldu nə? Yuhaddisu. Yuhaddisu. Bu bizim təşdid bəhsinə aid olan bir bəhsdir. Amma bizim məd bəhsimiz, biz məddə işarə elədik. Amma məd işarəsi görə Quran oxuyanda inşallah bəzi kəlmələrin üstündə bu məd işarəsini görəcəksiniz. Bu dalğavarı yazılan məd işarəsi onu bildirir ki, hərfin səsi 2 hərəkətdən 6 hərəkətə qədər uzana bilir. Onun da təcvid bölməsində qayda və qanunları var. Müraciət edə bilərsiniz. Bu haqda dərslərimiz olacaq inşallah. Məd nəyə deyilir? Məd yəni həddindən ziyadə uzatmağa deyirlər məd. Məd işarəsi də bəzi məd hərfləri olan kəlmələrdə yazılır və onun üzərinə qoyulur. Əlifin üzərinə, vavun üzərinə və yəyin üzərinə qoyulur. Məsələn, kəfəru. Bəzi Quran-ı Kərimlərdə görəsiniz, bu kəlmədən sonra bəzi hökmlər olur. Bu kəfəru kəlməsinin üzərində qoyulur. Məsələn, səməə. Bura məd qoyulur. Səməu. Məsələn, mə.
Mə'ə. Bu da məd hərfinə aid olan bizim məd işarəsi idi. Çox asandır, rahatdır. Bunu da tez bir zamanda siz inşallah öyrənəcəksiniz. Amma keçdi kiçik əlif. Kiçik əlif nəyə deyilir? Kiçik əlif mədli, yəni uzadıcı əliflə bunun heç bir fərqi yoxdur. Sadəcə bunun bir kiçik forması var, bir başqa forması var. Biz bunu misallarla sizə izah edirik. Çünki bu kiçik əlfi izah etməzsək, siz gələcəkdə Quran-ı Kərimdə, məsələn, həzə kəlməsində, həzə kəlməsində siz bu hənin üzərində bir kiçik fətə işarəsi görürsünüz. Bir də kiçik əlif formasında bir işarə qoyulur bura. Bu sual olunur ki, bu nədən ibarətdir? Biz belə bir şey məsələn görməmişik. Biz bunu başa düşdük. Amma bu nədir? Bu həzə, hə hərfi qoşulur zəl hərfinə. Artıq burada həni ayırmaq ehtiyac görülmür. O kəlmənin modelindən asılıdır. Ona görə buna kiçik əlifdən istifadə edirlər. Məsələn, zəlikə, zəlikə. Görürsünüz, kiçik əlifdən istifadə olunur. Burada böyük əlifdən istifadə olunmur. Məsələn, üçüncü hərfimiz səməvəti. 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 Burada böyük əlifdən istifadə olunub. Burada isə mimin altında kiçik əlifdən istifadə olunub. Bax, diqqət edirsiniz, burada mən qeydi vururam. Bu kiçik əlifdir, bu kiçik əlifdir, bu kiçik əlifdir. Bu isə böyük əlifdir. Diqqət edirsiniz, bu kəlmələrin modelindən asılı olan bir şeydir. Sukun, təşdid, məd, kiçik əlif bəhsin biz burada sona çatdırırıq. Əziz dostlarımız, inşallah biz bu misalları burada hərəsindən 3 ədəd vurmağımıza baxmayın. Bu kitabda misallar çox vurulub. Siz mütləq bu misalları oxuyaraq, təmrin edərək inşallah dilinizi bu kəlmələrə, kəlamlara vərdiş verdirməlisiniz. Bizim bu bəhsimiz burada sona çatır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.